Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov. Həftəlik protokol verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Hər zaman olduğu kimi Azərbaycan futbolunda son bir həftə ərzində cərəyan edən, baş verən hadisələr ətrafında danışacağıq. Təbii ki, qonaqlarımla bərabər, qonağım bugün Azərbaycan futbolunun çox önəmli simalarından biri, məşqçi, futbol mütəxəssisi və Azərbaycanı o dövrdə, hətta mən deyərdim 20 il bundan əvvəl, 15 il bundan əvvəlki dövrlərdə legioner həyatı yaşayaraq çox önəmli bir ilkə imza atmışdı o dövr üçün, hətta mən deyərdim. Kamal Quliyev, yəni bu ad, soyad hər kəsə bəllidir. Yəni Kamal Quliyev dedik, hər kəsin artıq gözünün önündə o əfsanə canlandı. Xoş gördük Kamal müəllim və eynilə həmkarım, ekspert, Avropa futbolu xüsusilə eksperti Samir Tofiqoğludur. Samir, Salam, hər birinizi salamlayıram. Kamal bəy, siz də xoş gəlmisiniz. Şad oldum sizi görməyə. Minnətdarım. Kamal müəllim, Avrokubok həftəsi geridə qaldı. İkinci təsnifat mərhələsinin ilk oyunları keçirildi. Mən istərdim elə başlayaq Neftçidən, çünki sizi Neftçi əfsanəsi kimi də azarkeşlər qəbul edirlər. Həm futbolçu kimi, məşqçi kimi fəaliyyət göstərmisiniz. Dinamo Minsk maçı, çox mükəmməl temp, azarkeş dəstəyi, hər şey yüksək səviyyədə, ilk 10 dəqiqədə vurulan 2 top, artıq hər kəs bu 3, 4, 5-ə qədər gedəcək dediyi bir anda sanki yerlər dəyişdi. Nələr baş verdi? Elçin, həqiqətən də mənim özümdə də bilirsiniz, mən ümumiyyətlə püşk atılanda yenə də sevindim ki, bizim tək Neftçi yox, bizim təmsil edən klublarımıza həqiqətən də o deyirləri dişinə görə rəqiblər düşdü yenə də. Çünki bu rəqiblər, belə deyim də, ən azından Çervena Zvezda deyil, belə deyək, yəni hansısa Polşa komandası deyim, Lech deyil, belə deyim. Yəni bu komandaları udub növbəti mərhələyə atlamaq, üçüncü təsnifata çıxmaq olardı. Həqiqətən də mənim üçün də çox gözlənilməz oldu. Yəni Neftçidən başlayaq, əlbəttə ki, mən bir Neftçili kimi bu günləri bilirsiniz, mən şokduyam da, yəni. Bugün nəyin şokundur? Yəni futboldur, bu normal bir şeydir, komanda udarda, ucuzarda. Amma mənə biraz ağır gələn erməni futbolçunun bizim qapımıza vurduğu 2 qoldur. Həqiqətən də. Bugün bizim müdafiə xəttimiz bugünləri görsəndi ki, əlbəttə bugün çox bərbad bir, belə deyim, oyun sərgilədilər. Səhv eləmirəmsə, bizim müdafiə xətti elə hamısı legionerlərdən ibarətdir. Əslində, bilirsiniz, bəzi şübhələrim də oldu, bunu gizlətmirəm də hətta. Çünki baş məşqçini mən hörmətlə yanaşıram və ona hörmətim var. Çünki adam gəldi, səsini çıxartmadan bir qeyri bir baş məşqçinin yığdığı komandanı götürdü, heç nə demədən sakitcə başını saldı aşağı. Mənim fikrim bu idi ki, mən məsəl üçün həmin dövrdə Neftçiyə gəlsəydim bir baş məşqçi kimi, mən elə bir ki, növbəti sezonun komandasını yaradardım. Amma adam, belə deyək, hisslə başladı və gördü ki, burada keyfiyyətli futbolçular var. Sadəcə olaraq ondan əvvəlki baş məşqçinin dövründə bu futbolçular, belə deyim də, o dişsizdilər, sadəcə o harda olduqlarından xəbərsizdilər. Bilirsiniz, problem bilirsiniz əslində nədir, hardan başlayır? Seleksiyadan. Seleksiya futbolda ən vacib işlərdən, mən deyərdim, 2 işin biridir. O deyir, nə tökərsən aşına, o da çıxar qaşığına. Bugün o futbolçular dərk eləməlidirlər ki, Elçin, onlar hansı komandaya gəlir? Azərbaycanda Neftçi adı nə deməkdir? Belə deyək də, Serbiyada Partizan, Çervena Zvezda deyək, İspaniyada o hegemonlar, belə deyək, məsələn, Rusiyada Spartak, məsələn, Moskva, Lokomotiv, Dinamo, Gürcüstanda Dinamo Tbilisi. Bu komandalar köhnə, köklü komandalardır.
Bəli, bəli. Bunlar daim bizi illərlə belə deyək, qabaq biz indi SSR dönəmində, SSR çempionatında oynayan, bizim futbolumuzu tanıdan, bizim futbolumuzu ucaldan komandalar. Yəni bu gün bunlar bizim flaqmandır. Bəli. Bura sıradan bir futbolçu gələ bilməz də heç. Yəni Məsələn, mən, Mustafa Sek, o solda oynayan. Bəli. Ötən mövsümdə nə qədər səhvlərə yol verdi Samir. Və bu mövsümdə, yəni o maçda, hətta mən dedim, bu əlifbadır. Yəni gəlirsə, tək qalmısansa, baskı varsa, yəni ya qapıcı ötürməlisən, ya da uzaqlaşdırmalısan da. Sadəcə bir toxunuş. Bəli, bir toxunuş yetərli. Təhlükəni bəli, uzaqlaşdır qapından. Bəli. Yəni, mən sizə deyim... Məsələn, Rüfət Abbasov girdi, daha canlandı məsələn. Mən sizə deyim, bəli, oyun bir balaca dəyişdi, Bəli, bəli. razıyam sizinlə. Hətta deyərdim ki, Emin Balayev də öz bugünkü formasından aşağı səviyyədə, bilirsiniz, qapıcı komandanın yarısı demək. Yəni o çox belə Qapıcı elə azınacaqlıq epizodlar olur ki, indi baxdıq dünya çempionatında. Bu dünya çempionatı ilə müqayisə edirəm. Dünya çempionatında ümumiyyətlə biz nə axtarırdıq? Yeni bir belə deyək də yeni bir istedad axtarırdıq. Gənc bir istedad axtarırdıq. Görək hansı komandadan çıxacaq da dünya futboluna hardan çıxacaq. Amma nətər oldu? Mənim üçün əksi oldu ki, əksinə bu dünya çempionatında mən qapıcıların çox məharətli qurtarışları ilə rastlaşdıq. İstər yaşlı olsun, təcrübəli, istər də gənc qapıcılar. İndi də yenə deyirəm, qapıcı komandanın yarısı deməkdir. Qapıcı belə deyək də, ən azından biz qabaq belə bir söz var idi. Qabaqda vurmuruqsa da arxada buraxmırıq. Amma bu gün qabaq öz işini gördü. Hətta 2-0-da üstəlik neçə dənə qol epizodu oldu ki, sadəcə orada ustalıq səviyyəsi deyim, bəlkə də təcrübəsizlik deyim, belə həyəcan deyək. Amma fakt hücumçular bu qol epizodlarını yaratdılar və ondan 2 dəfə dəyərləndirdilər. Amma arxada nə elədik biz? Arxada çox uşaq səhvlər, elementar səhv. Yəni oturaq o oyuna baxaq, yəni yenə deyirəm, bilirsiniz, mən heç vaxt belə deyim, kimisə nəyisə görə təqsirləndirməmişəm. Demişəm, futboldur. Hətta belə şübhəli oyunlar ki var ki, olur ki, hətta mən ümumiyyətlə o insanlarla axıra qədər özüm məcbur şey deyirəm, bu ola bilməz də, inanmıram. Mən inanmaq da istəmirəm, amma bilirsiniz, çünki oynadığım dövrlərdə də mənim istər komanda yoldaşlarım, istər qeyri-komandada oynayan legioner futbolçuların əməllərini mən görmüşəm, eşitmişəm və şahid olmuşam və ancaq buna heç inanmaq da istəmərəm, heç ağlıma gətirmək də istəmərəm. Bugün hamı düşüb baş məşqçinin üstünə Neftçinin ki, istifası və yaxud 2 oyundan sonra neyniyəcək? Düzgün yanaşma deyil o. Əlbəttə düzgün yanaşma. Mən deyərdim sizə, yəni bu günləri, baxın, şəxsən mən də elə olmuşam. Mən baş məşqçi işləyən dövrümdə bir hadisə ilə üzləşdim ki, klub rəhbəri məni yanına çağırdı. Bir futbolçu, adını çəkə də bilərəm, çəkmirəm. Akşin var idi, hücumçu bizdə, masallı uşağı. Onun klubdan xaric eləməyini istədi. Sadəcə olaraq Neftçalada. Akşin də mənə lazımlı futbolçudur. Adam, bilirsiniz, var birinci dəstə futbolçusu, var Premier Liga futbolçusu. O Premier Liga çapında. Adam birinci dəstənin ağsaqqalıdır. Adam birinci dəstənin belə deyək də, hegemon futbolçusudur. Yəni birinci liqa hücumçusu. Birinci liqa hücumçusudur, bəli, konkret birinci liqa oyunçusudur və digər klublar, digər oyunçular hamı ağsaqqal, hörmət kimi bu meydana çıxanda bir belə deyək də, lider kimi bununla münasibətlər. Bu məndə niyə oynamasın? Həm də öz oyunu var axı, yəni vuran ayağı var. Sadəcə olaraq mən olurdu Akşini 90 dəqiqədə buraxırdım, oynadırdım. Amma bir çox oyunlarda ehtiyatda otuzdururdum. Onun mənə 10-ca dəqiqəlik futbolu lazım olurdu. Sadəcə sona 10 dəqiqə qalmış. Klub prezidenti məndən təkidlə onu komandadan çıxartmağımı istədi. Mən də dedim, çox gözəl, Allah yaxşı. İstəyirsinizsə, mənə A4 kağız vərəqəsi uzatdı və xahiş elədi ki, yazın, ərizə yazın komandadan çıxması. Mən dedim, bir dənə yox, 2 dənə verin, zəhmət olunuz. İkinci nə edirsiniz? Mən də yazdım. Dedim, ikincində özüm üçün.
Əgər bir gün Akşini komandadan çıxardacaqsınızsa, mən də çıxacağam komandadan. Çünki mən sizə bura gələndə söz vermişəm ki, sizin məndən istəyiniz çempionluq olub və mən də sizə mənim işimə əgər hardasa kimsə qarışarsa, oradan dayanacam. Mən də sizə o çempionluğu söz vermişəm. Və bu gün də Akşin mənə lazımdır. Sadəcə olaraq mən onun sözdə yox, Elçin. Ardıcıl, gör Allah necə nəsib elədi ki, ardıcıl 2 dənə oyun Akşin həqiqətən də 10 dəqiqə qalmış oyunların taleyini həll elədi. Bakılını qoyuram qırağa. Ağsu'yla üzr istəyirəm, biraz haşiyə çıxdıq. Amma çünki bunu deməliyəm da. Ağsu'yla Mərdəkanda oynayırıq. 83-cü dəqiqə prinsipal oyun 0-0. İnan Allaha qol epizodunun sayı hesabı yoxdur. Sadəcə top girməyəndə girmir. Mən 4-3-3 oynadırdım. 4-lü müdafiədən sol müdafiəsini çıxartdım. 3 mərkəz müdafiəçiyə keçdim və Akşini çağırdım 83-cü dəqiqədə. Akşinə dedim ki, Akşin, meydançada 11 futbolçu, 11-i də sistemlə oynayır. Sən mənə sistemlə oynama. Sən nə bilirsən onu oyna, sən bu oyunu çıxartmalısan. Akşini buraxıram. 89-cu dəqiqə Məhəmməd Bədəlbəyli var idi, Moyikdən götürmüşdüm. İndi də dəsən səhv eləmirəmsə Qusarda idman, Qusarda Yaqubada idman direktordu klubunda, hansı birinci dəstə klubunda. Bədəlbəyli Duqadan biraz qabaqda mərkəzə sarı hava mübarizəsini udur, 89-cu dəqiqə. Akşin gözlə döndüyüm Sülyota nətər topu tutuzdurursa 1-0. 90+2, bir dənə də Akşin Muxtaroğlu var idi, Sumqayıtdan Premyer Liqalar götürmüşdü o uşaqlar. Akşin çıxır təhbətə, verir o biri Muxtaroğluya, o da boş qapıya vurur, 2-0. Yəni, dediyim odur ki, baş məşqçidən gəldi ki, baş məşqçi bu günləri əlbəttə düzgün bir mövqeyi seçib. Çünki bugün bu komandanın üstünə bu vəziyyətdə getməyin heç cürə yeri yox. Çünki mən də futbolçu olmuşam. İnan Allaha, biz burada Avropa Liqasındaydı, səhv eləmirəmsə, Sloveniyanın komandası var idi. Onlarla biz bir-iki dəfə düşdük, səhv eləmirəmsə, İdgoritsa. İdgoritsanı 1-0 utduq, getdik orada. Çox təəssüf ki, 3-1 uduzduq. Bilirsiniz necə əvəz etmə oldu. Əvəz etmə etdiyimiz futbolçu öz qapımıza qol vurdu. Daha o biri əvəz etmə futbolçu baş məşqçinin tapşırığını sonacan yerinə yetirmədi. Onun pozisiyasından qol yedik 90+da. Yəni həmin vəziyyətə gətirirəm ki, mən bugünkü Nefsidəki durum bax eynən 15-20 il bundan əvvəldəki o durum kimidir. Yəni futbolçuların üstünə getmək bir o qədər də, yəni əksinə onları bu vəziyyətdən çıxartmaq üçün, bəli, baş məşqçi də, Vernilik da yəni öz boynuna götürdüyü səhv, əlbəttə ki, bu o vaxt Allah rəhmət eləsin, rəhmətli Böyükağa müəllimə, həqiqətən də insan dahi məşqçi idi. Mənim üçün, bilirsiniz, düzdür, adam böyük klublarda, Bakıda gəldi, işlədi, Bakının çempionu gəldi, Neftçi ardıcı üçün. Siz də orada. Çempion elədi. Deyir, onun rəhmətlinin bir sözü vardı. Deyir, komanda udanda, deyir, Neftçi udanda. Hamı deyir, mən udmuşam. Deməli, prezidentdən qapıda deyir, o şlagbaunun yanında deyən axram var. Ona qədər hamı deyir ki, mən udmuşam. Komanda uduzanda Neftçi, baxıram yanımdan ki, qardaş, mən tək qalmışam, heç kim yox, yəni mən uduzmuşam da yanım. Bu günləri həqiqətən də məşqçi düzgün mövqeydədir. Mən o məşqçini dəstəkləyirəm Elçin. Mən də. Buradan azarkeşlərimizə, Neftçi azarkeşlərinə, Neftçi klubunun rəhbərliyinə, onların işçilərinə və futbolçulara xahişim budur ki, əsas da futbolçulara. Çünki sizi müdafiə eləyən, belə deyək də, axır ki, bir məşqçi tapmışsınız. Yəni, illər sonra. Onun arxasında da yəni. İllər sonra. Onun alını açıq eləyin. Arxasında deyənin, o məşqçinin, o məşqçi savadlı məşqçidir, işi ilə göstərdi, belə deyim. Və inanıram ki, mən
nəsə məndə bir hiss var ki, belə deyək də bu qarşılaşmanın əvəzi var. O məncə də Neftçi Bəli, qalib gələcək. hardasa bilirsiniz, inanıram ki, Turu keçəcək. Bu etapı Neftçi keçəcək. Çünki bilirsiniz, o komandanın mən Qarabağla oyununu izlədim. Birinci ağır məğlubiyyətdən sonra ikinci dəfə qarşılaşmasına baxdınızda, yəqin Azərbaycan çempionatında, son çempionatda Qarabağın 5-1-dən sonra 2-1 qələbəsi. Mən o 3-4 gün fərq qalibiyyəti var idi, qoyuram bəli. qırağa. Yəni mən oyunun hesabını qoyuram qırağa. Sadəcə futbolçuların meydançada o hırsla, o vuruşmaları, o meydançada hegemonluqları, o meydançada belə deyək. Hər zona üçün qaçmaqları. Hər zonada mübarizə var idi. Bəli, bəli. Hər zonada futbol səhvlərlə dolu bir oyun. Əlbəttə, səhv Hamı olacaq ki, səhv rəqib eləyəcək, qol vurasın. Səhv olacaq, amma çalışmaq lazımdır ki, o səhvi biz az eləyək. O səhvi də az eləyən komanda, belə deyək də, uğura yaxın bir komandadır. Bugün o komandanın üstünə getmək, səbr eləmək və müdafiə, yenə də deyirəm, ola bilər ki, bilirsiniz, müdafiə çox arxain, rahat 2-0-dan sonra artıq Çox boşaldı, belə deyək də, futbol dilində desək. Yəni bilirsiniz, sadə hətta dildə mən desək. özlüyümdə elə fikirləşdim ki, bilirsiniz, ümumiyyətlə həmişə mən də baş məşqçi olmuşam, mən elmə arxalanmışam və mən də bir komandanı yaratmışam, 17 nəfər çıxarıb 17 Yeni əlavə oyunçu, əlavə evet. futbolçu gətirmişəm və bir komandanı götürüb ora baş məşqçi işləyəndə öz fəlsəfəni ortaya qoyanda birinci müdafiədən başlayırsan. Müdafiəni düzgün şəkildə yönləndirirsən, düzgün Bəli, şəkildə qurmalısan. qurursan və belə deyək, yarım müdafiə, hücum. Yəni hücumda belə deyək, vura da bilərsən, vurmaya da bilərsən, rəqibin müdafiəçiləri, qapıçısı, filan, təsməkan. Əsas odur ki, müdafiədə top buraxmayasan. Məsələn, mən deyirlər ki, müəllim, bugün sual verirlər ki, Camal müəllim, siz birinci dəstədə işləsəniz və sizə, belə deyək, qarşınıza, mən yeganə məşqçiyəm ki, bugün və bununla da fəxr edirəm. Mən düz məşqçilik karyeram qısadır, çünki mən Neftçaladan sonra küstüm, incidim, futboldan uzaqlaşdım, məni küstürdülər. Öz, belə deyim, sevimli peşəmdən aralandım, aralıq aldım. Mən Neftçidə başladım məşqçiliyə. 3 il ardıcıl orada çempion və bir dəfə çempion kubok, qızıl dubul. Hətta ilk dəfə Azərbaycan futbolunda biz bir ilkə imza atdıq ki, Avropa Liqasının qrup mərhələsinə düşdük. Bəli, bəli. Bu mənim köməkçi məşqçi kimi karyeram və mən qarşıma məqsəd qoydum ki, baş məşqçi çıxar, çıxmaz yoxlamalıyam və baş məşqçi də birinci dəstədə 2 il ardıcıl Neftçalı ilə çempion. Bu günləri birinci dəstədə belə deyim, 2 dəfə ardıcıl çempion olan baş məşqçi yoxdur. Yəni bu tək mənəm, bu mənim belə deyim də uğurumun bir belə deyək bölümü də bu günləri bax hər bir şey baş məşqçi kimi baş məşqçi rəhbərliyi arasında münasibət, inam, etibar, Bunlar da önəmli detallar. Futbolçular və bunların fonunda, bunların fonunda baş məşqçi bir avtoritet olmalıdır. Bəli. Sənətinin, peşəsinin avtoriteti. Aha. Onun o qabağındakı futbolçu biləcək ki, onun qarşısında kimdir yanıb? Kamal Quliyev yanıb, yoxsa Ələmdar yanıb. Yəni bu önəmlidir. Bugün yenə deyirəm, Zirə çox təəssüf edirəm. Ona da gələcək. Amma Neftçidən bunu demək istəyirəm sonda ki, cavab maçını gözləsin. azarkeşlərimiz, klub rəhbərliyi, hamı toparlansın, bir ailə olsun. Biz bugün dardıyıq, biz bugün çətin vəziyyətdəyik. Bu çətin vəziyyətdə biz bir olmalıyıq ki, ürəklərimiz, belə deyək, yumruqlarımız bir yerə vurmalıyıq ki,
bu vəziyyətdən bir yerdə çıxaq. Bəli. Yəni inanıram ki, bunun yolu da var. İnanıram ki, o Qarabağla oynayan Neftçi var idi ki, 2-1 utdu Qarabağı. Həmən o futbolçularda həmin o keyfiyyəti, həmin o istəyi, həmən o motivasiyanı görmək istəyirəm və inanıram ki, o olarsa inşallah cavab maçından biz alnına açıq üzaq dönə bilərik. Samir, sən necə düşünürsən? Elçin bəy, mən də fikirləşirəm Neftçi ilk oyunda, yəni əslində mən oyundan qabaq fikirləşirdim ki, bəlkə 3-4-0 qalib gələcək. Yəni belə məndə əminlik var idi. Çünki Dinamo Minsk yəni düz indi Belarus çempionatında belə pis oynamır, amma ki yəni Neftçi ilə ümumi götürəndə mən fikirləşirdim ki, yəni Neftçi ondan üstün komandadır. Yəni onu rahatlıqla Bakıda, bəli, keyfiyyət baxımından bəli, həm büdcə, həm yığmadakı o baxırsan ki, legionerləri yəni bura gətirmək də asan deyil, amma yenə də məsəl üçün oyuna baxanda baxırsan ki, ilk 10 dəqiqədə komanda elə bir oyun göstərdi ki, yəni bir adamın ağzı belə açıq qaldı, 2-0 irəli keçdi, amma sonradan sanki komanda biri var ki, irəli gedib məsəl üçün 3-0, 4-0 məsəl üçün yaxalamaq üçün getsəydi irəli, orada əks üzündə buraxsaydı, adamı yandırmazdı. Adamı yandırmazdı. Amma biri də var ki, komanda çəkildi arxaya. Elə bil sanki düz 1-2 dənə epizodu oldu, amma sonra çəkildi arxaya. Onlar da bir dənə ilk hissənin sonuna yaxın bir dənə təsadüfi qol, 2-1. İkinci hissə başlayan kimi biraz həvəslə çıxdılar, 2-2. Yəni oyun deməyim odur ki, elə bir xarakter aldı ki, sanki bəli, sanki hər dəqiqədə qapıya vurulan birinci qol sadəcə bilirsiniz zərbə də deyildi. Bəli, sadəcə yəni ayağın içindən elə bir şey atdı bir dənə qırağa. Adamı yəni o yandırır ki, sadə qollar. Yəni 4 nəfər orada xarici legioneri müdafiəçilər yığıblar ora. Mən fikirləşirəm ki, 18-19 yaşlı Neftçi 2-dən ora yığsaydılar 4 müdafiəçi. Onlar bəlkə də o qolları buraxmazdı. Yəni adam yəni uşaq səhvləri. Çünki baxırsan ki, müdafiədə boşluq, hədsiz boşluq. Bəli, həm də adam fikirləşir ki, yəni bu oyunçularda sanki bir istək görünmədi. Yəni elə bir ki, elə oynayırdılar ki, sanki bir Kamal bəy qeyd etmişkən, yəni flaqmanın, Neftçinin bu formasının ağırlığını sanki istələmirdilər. Sanki elə bir ki, oyuna çıxmışlar ki, vaxt getsin, çıxa gedək evimizə, işimizə. Yəni beləsinə. Yəni legionerlərdə bir həvəs, bir istək, bir komanda üçün bir canları qoysunlar. Belə bir şey görmədim. Amma mən inanıram inşallah ikinci oyunda çox boşluqlar oldu deməli. Fazalar arasında keçidlər. Üzr istəyirəm dönə-dönə. Buyurun. Deməli bax burada da baxın mən Rəşad Sadıqovun niyə görə bəyənirdim ki, adam lider idi. Lider keyfiyyətləri var idi. Həlledici məqamlarda özlərinə götürürdü məsuliyyət. Azərbaycanlı yerli futbolçu kimi Qarabağa onun oyunundan çox meydançada onun futbolçuları elə bil ki, meydançada bir məşqçi idi o. Bəli. Oynayan futbol məşqçisi. Bu gün bizim hər bir klubumuzda belə deyək, o tip futbolçular olmalı meydançada. Çünki o belə deyək, legionerlər çəkinməlidir. O da arxaya baxanda görür ki, o boyda məsələn oyunçu var. Emin Mahmudovda o liderlik xüsusiyyəti yoxdur. Emin Mahmudov yaxşı oyunçudur, amma oyunçusundan söz yoxdur ha. Yəni belə deyək, bilirsiniz o zəhm yoxdur. Bəli, zəhm. Bilirsiniz, xarakteri olaraq sakit təbiətli bəli. bir insandır. Bəli. Buradan hörmətimiz var oyunçu kimi, yəni bir növ oyunçu kimi oyun zəkası, uzun illər eyni səviyyədə bizim komandamızın kapitanıdır, hörmət edirik. Sadəcə olaraq belə deyək, çox nəzakətlidir. Bəli. Bu gün bax götür Rəşad Sadıqov, Emin Mahmudov. Bax xarakterlər, meydançada hırs, meydançada. Bilirsiniz, bu üzr istəyirəm, bir yax səndən üçün danışanda deyirdim, mənim valideynimin o sözləri, o baxışı adama sillədən şillə vurar. Ondan betərdir. Kəskindir. Məsələn, onun öyle meydançada bir zəhmli baxışı o özün yığışdırır. Biz də cavan olmuşuq, belə deyək, oynamışuq. Yaşlı futbolçuların bir baxışından biz özümüzü yığışdırırdıq. Yəni ehtiyac yox idi artıq o nəyisə demək. Onun baxışı bizi üçün elə bir ki, o sözü hər şeydi, o demək idi. Bəli, bu gün meydançada bax elə bir Neftçidə elə bir futbolçuya ehtiyac var qardaş. Hamının hörmət eləyə biləcəyi və hamını meydançada belə deyək, o ruhlandıran, hamını meydançada yerini göstərən, hamının səhvini deyən, danışan, bilirsiniz, biz bir bağlacada futbolçu kimi çəkinirik.
legionerdən ki, bu günləri ona söz deməyə qorxuram. Amma əksinə o çəkinməli, çünki o qəribə ölkədə Mən oynayır. bayaq vurğuladınız, təşəkkür edirəm Elçin. Mən həqiqətən də şərəfli legioner həyatı yaşamışam və hər bir mən böyük futbol görmüşəm. Mən Şaxtyor Donetsk, Dinamo Kiyev, Dnepr, Petrovski, Çernomorets, Odessa, Metallurg, Donetsk. Yəni bu əjdaha komandalar olub SSR dövründə onlara qarşı öz dövrlərindən yaxşı oyunçular. Bəli, bütün milli yığma komandaların oyuncusu Allah'a and Metallurg Donetskdə Çutang var idi. Afrika millisinin oyuncusuydu. Araydı. Allah'a and olsun güləşirdik ondan da. Yəni yeri gələndə futbol qalırdı qıraqda. Güləşirdik meydançada. Nəyə gətirirəm sözümü? Hər bir şeydə belə analizdə oyundan sonraki baş məşqçi oyunu təhlil edir, analizdə durğuzurdu məni. Deyirdi ki, Quliyev, mən sən bura niyə gətirmişəm? Sən mənim futbolçumdan 2 baş üstün olmalısan. Yox, 2 baş üstün deyilsənsə, sən seçilmirsənsə, sən mənə kömək eləmirsənsə, mənə lazım deyilsən. O mənə bilirsiniz nə deyirdi? Biz 4-1 Dnepri utduğumuz oyunda, ev oyunda, çempionatın birinci dövrənin axırıncı turunda 5-4 uduzduq. Bu inandırıcı deyil. Həqiqətən də 4-1 uda və o oyunda 4-5 uduzma. Elçin, mən bir dənə qol vurmuşdum ki, o qədər baxmışdılar ki, o qola bir dala qabağa eləmişdilər ki, təkrar silinmişdi o qol. Bilirsiniz, 60-70 metrə sol müdafiəçi var idi bizdə, Şaxtyor Donetskdən Kanuşenko var idi, sol müdafiəçi idi. Sol ayağla, bu da bizim baş məşqçidə hansı komandanın lideri olmurdu? Oyunla məni personal Dneprin Aporda kapitanı var idi. Aporda oynayırdı, lideriydi. Oyunu aparan oyuncu oydu. Məsələn, Şaxtyorda Timoşuk idi. Timoşuka qoyurdu. Belkeviç, Xaçkeviç qardaşlar var idi. Dinamo Kiyevdə onlara qoyurdu. Məsələn, Dimitradze var idi. Metallurg Donetskdə ona qarşı qoyurdu. Mən də personal qoyurdu. Və mən də Dneprdən ev oyununda buna qarşı oynayıram. Topsuz bulunanam, top bizdədir, açılıram əməlli başda. Da bu birinə tapşırıblar ki, personalla oynayacaqsan. Oyuncu çıxıb meydançadan gedir tunelə, bu da düşüb dalayacaq. Daha elə yox da yəni. Elə bir epizod oldu. Elçin deməli Kanuşenko sonla 60 metrə Dugan, rəqib komandanın Dugan pas verir müdafiənin arxasına. Mən də sinəmlə saxlayıram. Cərmə meydançasının içinə sinəmlə belə topu qəbul edib atıram və sol ayağımla Slyota uzaq küncün 9 Neçə metr olardı? Haradasa belə deyim də Duqanın başından elə bir ki sol tərəfə Abrabovski eləyirəm. Haradasa bir onlar da 12-13 metrdə, amma sol ayağımdan belə deyək də çətin küncdən də belə deyək Ostur Uğuldan belə deyək uzaq küncə. Və o oyunu həm o oyunda Samir də qol vurmuşdu. Bir də Ernest var idi bizdə, qara dərli futbolçu idi. Ümumiyyətlə bizim məşqçimiz hündürboy futbolçuları sevirdi. 1.90, 1.95, 1.85. Futbol oynaya bilmirdi, amma oyuna görə sevirdi. İnanırsınız, deməli zborduyuq bir avtobus futbolçu gəldi yoxlanışa. Düzüldülər belə boy balacaya qayıt ki, sən mənə lazım deyilsən, qayıt. Bu adam indi gəlir. Olsun boy balaca. Yəni, sevmirdi da. Amma boy uzun, oynaya bilmirdi, götürürdü. Nəysə, Ernestə ümumiyyətlə gəldiyindən bu adama 11 metrənin üstünə topu qoyursan ki, onlarda interesin, bilirsiniz, ayaqların topa elə qoyurlar ki, belə qoyur, belə içində o Ronaldinho finti var, belə eləyir. Bunlar da belə eləyir, top qapıya getməkdən Uğulavaya gedir. Adam qapıya top düşə bilir. Allah, 1.95 boy var. Kamera da eləydi. Süleyman Kamara. Ondan danışacağım sənə. Yox, o Kamara nə danışsa? Kamara onunla müqayisədə Kamara Maradona. Vallahi. Bu da həmin oyunda 2 dənə qol vurur. 4-1 birinci tayımı duruq. 5-4 uduzuruq.
Bax, mən Neftçi ilə oyunu müqayisə elədim orada. Həmin oyundan müqayisə elədim. Birinci hissə 4-1 utduğumuz oyunu, ikinci hissə 5-4 udsuruq və nəyə gətirirəm? Baş məşqçi mənə deyirdi ki, meydançada Kamal, sən deyir oyundan sonra 2 saat saxladı bizi. Onda da rəhmətli Kucherevskidir. Dneprin o da əfsanə məşqçiləri, baş məşqçisi Kucherevski. Bu tarix danışır. Kucherevski bunu nə edib, nə qarıb, harada oyun alıb, harada satıb, danışır özü üçün. Bizim də nə xəbərimiz? Sən demə, həqiqətən də yerli futbolçular ikincisi oyunu danışıb satıblar. Bizim xəbərimiz yox. Biz də meydançada mənə deyir ki, sən niyə deyir, görə gedib deyir, onu dişləməliydin deyir. Baxa, vurmalıydın meydançada ki, bu nə, kimin ağlına nə gələr də? Nə bilirsən ki, bəli. Nə bilirsən ki, beləncə, onu qıraqdan görsən, oyunun içində sən o şeyləri görə bilmirsən. Ona görə də Neftçiyə siz o müqayisə, yəni müqayisədən, yəni üstünlüyü vermək, məğlub olmaq biraz psixoloji biraz hər cür bilirsən, hər ehtimallar artır. Deyirsən ki, oynamadınız, bilərəkdən oynamadınız və ya Fazarkeş deyir ki, ümumiyyətlə dünya futbolunu belə deyək də, illərlə 30 il, 40 il bundan əvvəldən qoydular qumara, qardaşım. Dünya futbolunun bu gün biz normal, mən şəxsən normal futbola baxamıyorum. Normal futbola baxdığım halda yanında bir belə oyunu satıblar. Qardaş, sən hardan bilirsən? Gör, baxın, Benzema qol vurur İngiltərəyə. Baxın, mən bir futbol mütəxəssisinə mübahisə eləmişəm. Adam zərgər dəqiqliyində, belə deyək də, irəliyə müdafiəsinin qarşısından arapas verir, zərgər dəqiq. Bu da sürətindən istifadə edib, top girir, vurur da. Deyir, müdafiəçi baxır, qabağından top buraxır ki, Benzema vursun, ki, bombardir olsun. Bax, böyle şey, bu şeylər adamı biraz çaşdırır. Biraz bu şeylər adamı biraz şey deyir da. Biraz futbolçu əməyinə də hörmətsizlik. Süleyman Kamaradan danışır. Karvanda oynayır. O maraqlıdır. Karvan da həqiqətən də çox təəssüf ki, Karvan Premier Liqadan düşdü birinci dəstəyə. Çünki o komandanı yaradanlardan birinə mən olmuşam. Həqiqətdir bu. Həqiqətdir. Çünki mən o vaxtı söz vermişdim ki, mən həyatımda Neftçidən başqa heç yerdə oynamayacağam. Sadəcə olaraq Yunus müəllim şərti, Karvan və mənim onlara qarşı qoyduğum tələb elə bir tələb idi ki, həmin dövr üçün həmin summa inanılmaz idi. Məbləğ. Nə qədər idi? O da bilirsiniz, o dövrdə ən güclü futbolçu, belə deyək, Vidadi Rzayev 15.000 ilinə pul alırdı. İlinə? İlinə. 15.000 dollar. 2005-ci ildən danışır. Hə, 15. 2005-də. Onda 100 dolları xırdalayanda köhnə pulla Şirvan neçə Şirvan edir? Mən də elə bir məbləğ demirəm ki, 40 Şirvan. Mən də elə bir məbləğ demirəm. Şirvanın Şirvan olan vaxtları. Karvana. Yəni mədəni sürətdə getmirəm də, başa düşdü. Elə bir məbləğ. Mən də 50.000 pul demişəm. Yəni bu 50.000 nə deməkdir? Bu deməkdir ki, İndinin mənəm məsəl üçün nə qədəri? Məsələn, indi yarım milyon. Yarım milyon, 500.000. Və mən bayıra çıxıram həqiqətən də, buradan Qurbana da təşəkkürümü edirəm. Qurban da çox cəhd elədi və burada bilirsiniz nə idi? Mən Neftçi ilə anlaşmamağım. Sadəcə mən klubdan ayrılanda, Ukrayna klubundan 76.000 dollar pul almalıydım və mənim 16.000 dollarımı belə deyək də saxladılar, onun 60.000'ini verdilər. 16.000 dollarımı mənim müqaviləm bitib ha. Amma onlar elə orada düzlər qoşdular ki, mənim hələ 6 ay müqaviləm qalıb. 16.000 dollarımı kəsdilər və mənim transfer vərəqəmi, svabodni kağızı yazılı sürətdə verdilər mənə. Artıq mən bura gəlib, hansısa bir klub məni istəyəndə götürüb ora zəng eləyib, danışıqlar aparım. Mənim vərəqəm əlimdə verəcəm. Neftçidə də sadəcə bizim aramızda qalır. O vaxt Rami Musayev vitse-prezident idi. Allah rəhmət eləsin, rəhmətli Rövnaq müəllimin qardaşı da prezident idi. Bəli. Bizim aramızda olan problem, onlar mənə inanmırdılar. Mən deyirdim ki, götürün zəng eləyin də. Yəni deyirəm ki, mən bu vərəqəmə görə
Mən orada ayağımı sındırmışam. Və 16.000 dollar pul qoyub gəlmişəm, bəli. Və məni istəsəydiniz, ora bunu ödəyəcəydiniz də, düzdür? Və mən də bizim aramızda sadəcə bu transfer vərəqənin pulu qalmışdı. Biz anlaşa bilmirdik. Belə deyim də, bayra çıxırdım, qurban götürüb aparırdı. Bayra çıxırdı, kim tez gördü, Yunus götürürdü, Yunus qurban da belə. Bir gündə Yunus götürdü mən ki, gedək Neftçinin köhnə bazasında komanda məşq eləyir. Gedək məşqə baxaq mənə. Oturmuşuq. Yunus Hüseynov ki, sizin kumiriniz olub. Bəli, mənim kumirim olub, Vidadi, Yunus, bəli, futbolçu kimi olar mənim kumirim olub və məşqə baxdığımız yerdə klubun prezidenti Cavanşir müəllim gəlir. Mən də tanımıram. Hündür keçəl baş kişidir. Allah canını sağ eləsin. Gəlir Yunus müəllim mənə təqdim eləyir. Deyir ki, Cavanşir müəllim tanış olun, milli yığma komandanın oyuncusu, bəs legioner həyatı yaşayıb, təzə qayıdıb, Kamal Quliyev falan bəs məkan. O da deyir ki, bəs Yunus niyə buradadır meydançada deyir. Yunus müəllim də deyir ki, Cavanşir müəllim bahalı oyuncudur bu da, ona görə buradadır. Bahalı nə? Yunus müəllim əli ilə göstərir. Yəni sadəcə olaraq mən tutulub qalıram da, başa düşdünüz. Bilirsiniz, mən o summa inandırıcı deyil axı. Cavanşir müəllim 2 dəqiqə onu həll edir və mən Keçirsiniz Çarvan Yevlaxlı. Və o komand deyir ki, əlavə də ayda 1200 dollar maaş. Bu komanda çıxırsan sabahdan meydançıya, yığırsan başva, bu komandanı yaradırsan, həmən elə biz ikinci yeri tutduq. Bəli, bəli. Çempion da ola bilərdik. Və mən özümlə oynayan deyəndə onu çıxartdı komandadan, bizə Qoça var idi, Trapaydzi, Gürcü yadımıza gəlir. Ukraynada 6 ay onu evində saxlamışam. Allah hamd olsun. Lunatik idi o. Gecələr səhər saat 3, gecə saat 3-də, 4-də qapını açıb qoyub çıxırdı, bari gedib gəzirdi. Gic kimi gəzirdi. Deyirdim, o bura az Gürcüstan, bura Ukraynada bir bandit girər evə, bir şey çıxanda xəbər edirsən. Yatıb gedirəm, hardan xəbərim var. Sağ ol. Nəysə, bunu gətirdim. Zəng elədim, Qoça tiqidir, dedi, bəs biz o mən Gürcüstandayım, gedirəm Ukraynada. İkinci liga. Ay dedim kül başva ikinci liga. Burada Premier Liga durub baxdı. Qoça gəldi burada məndən çox qazandı. Karvanda 2 dənə ev aldı Navastrova'dan getdi. Allah'ım olsun. Amma sağ olsun canıma dua edir heç olmaz. Nəysə. Əsas o da onu eləyir. İndikilər çox heç onu eləmir. Yığıldı. Bu Süleyman Kamara gəldi. Sonra Beşiktaşda oynayırdı Toşak'ın vaxtında. Aydın Tuna yadınıza gəlir. Aydın Tuna. O gəldi. Onu icarəyə vermişlər Boluspor'a. Boluspor'dan da Cavanşir müəllim onu gətirmişdi. Sonra Süleyman Kamara gəldi. Bu da hücumçu. Nəysə. Bu gəlir. Belə solaxa yaxşı udar zadı var. Prosto gol vura bilmir də. Mən də o xəstəsiyəm demirəm. Günlərin bir günü biraz mikrofona zəhmət olsa. Günlərin bir günü qış aydı. Dedim Kamara bazadır. Bunu da deyim sizə ki, yəni birinci komanda yaranmamışdan qabaq klubun bazası hazır idi. Bax bu günləri bizim problemimiz çox komandaların bazası yoxdur. Baza futbolçunun evidir qardaş. Bəli. Belə deyək də klub rəhbəri də rahat olur. Bəli, yəni oyunçu gətirib baxışa gətirəndə qalmağa yeri var. O oyunçu evidir, yatacaq, belə deyək, öz gözünün qabağında yeyəcək, oturacaq, bilirsiniz, əlavə artıq yerlərə gedib gücün sərf edəməyəcək, ona hazırlaşacaq falan. Bu önəmli şeydir, baza. Nəysə, baza deyil, dedim Kamara getdi Kürün qırağına, bəs ova. Çamako, mən Çamako deyim. Cidə, ucu Azərbaycanda danışır. Bunlara nə var? Gəlirlər bura bir şey... Öyrənirlər, 2 dəqiqə öyrənirlər, bilməm nədir bunlar. Kabab öyrədir, bunlar. Ölürlər kabablarımızı, yeməklər. Mən istədim, dünyada bizim mətbəxdən, zəngin mətbəx. Mən bütün Avropanın, dünyanı gəzmişəm. Mən bunu deyə bilərəm ki, həqiqətən də bizim mətbəxdən zəngin mətbəx. Bizim mətbəximiz bir nömrədir. Nəysə, bunu götdüm, apardım Kürün qırağına. Baxdım ki, bir hardasa 200 metrə bazadan aralanmış yiyəsizlik, qəşəng. Məndə də 5 atlan MR-153, Rasiski. Çəkdim, buraxdım.
Dedim kamera tuttum silahı buna. Kamera qara adam, Elçin zil qara adam. Ağarır getdi, ağappaq oldu. Çamako, əllərin qaldırıb belə. Dedim, otur aşağı buna belə. Bir dənə güllə göyə. Vay dədə, onun saçları belə bir şey idi, belə yığıldı, bırıq. Bu dizlərin qoyduğu yerə Çamako, bu indi mənə necə yalvarır belə. Yalvarır öz dilində nə danışır. Mən də buna deyirəm ki, şarab kamera, şarab. Bu şarab deyirəm. Kəs səsi də elə mən belə şarab. Deyirəm, you forward deyirəm, mən də daha qoymuşam üstünə. You forward, you no shoot, no goal deyirəm. Bir dənə də atıram güya, bu laf havalanır belə. Bax, Allah and olsun, bunun başlarına oynasın. Deməli, 5 dənə gülləni dördüm, buraxdım göyə. Hər dəqiqə bunun üstünə qışqıra atıram, bu disk atılır, bax yerinə belə. Buna dedim ki, finish, you, goal, match, Çamako, match, go. İndi Allah bilir, yalandan döşüyürdən mənə ki, hər onu vuracam deyir. Deyirəm ki, bax, fiso. İndi deyirəm, dur dəqiqə, deyirəm, beqom deyirəm ki, bazıya. Bu indi söndü, qaça edəndə bir dənəsini də buraxdım. Bu nətər götürüldü, gəldi. İcra hakimiyə qədər şikayət eləmişdi ki, iclas yığıldılar. Şahmar müəllim, ondan sonra Camanşir müəllim, Yunus müəllim dəli olmuşdu. Sən neynəmsən Camal? Yaxşı Bakızat görür, Səfir Riyazada gelib deyəcəkdi. Quran yevlaqdaydı. Dedim, vallahi zarafat eləmişəm mən. O elə bilib ciddi. Sonra gətirdilər bizi, öpüşdürdülər, barışdırdılar. Dedim, deyim ki, mən bundan zarafat eləmişim. Yəni, qorxmasın ciddi. Allah'ın... Ondan sonra qolları sıraladı. Başladı vurmağa. Dediyim odur ki, yenə deyirəm, bu komanda da mütləq şəkildə, bəlkə də, bax, mənim öylədiyim ona zarafat idi. Əslində, bəlkə də elənçinə bir partlayış lazım idi ki, o futbolçu daha da yığışsın. Hücumçu idi, gəlmişdi. Onun için Bamba var. Yakuba Bamba. Adam göydə uçurdu. Fantastik idi. Yəni, yenə deyirəm, bizim çox gözəl heyətimiz var idi. Ən önəmlisi də, belə deyim də, bax, bugün, əgər mənə desələr ki, birinci dəstədə çempion olmaq istəyirsən yenidən. Bu arada təklif varmı? Bəzi görüşlər olub inşallah. Elçin, hətta mən belə deyim də, belə deyim, şərt deməzdim. Müəyyən ideyalar deyim, müəyyən təkliflər də qoymuşam və o təkliflərə cavab verən bir təklif olarsa, strategiyanız olur. Yəni mən bunu açıq şəkildə deyirəm, çünki mən bugün birinci liqada 2 dəfə ardıcıl çempion olan yeganə baş məşqçiyəm və mən bu uğurun açarı bilirəm. Bəli, indi baxıram ki, öz fəlsəfəmə, öz yanaşmama, öz belə deyək də bugün futbol dayanmadan inkişafdadır. Sadəcə Neftçaladakı gördüyüm işlərə geri dönüb baxanda bir baş məşqçi kimi baxıram ki, indi mənə o işlərim gülməli gəlir. Axı mən yenilənirəm. İndiki işlərim baxıram və belə deyim də, mənə desələr ki, birinci dəstədə 3 dənə legioner var ki, icazəsi var, oynada bilərsən və 3 dənə də ehtiyatda saxlaya bilərsən. Bəli, legioner götürərəm. Amma 2 mərkəz müdafiəçi götürərəm ki, boyları 1.85, 1.90, həm də standart vəziyyətdə. Hər mövqe üzrə bir lider olmalıdır. 2 mərkəz müdafiəçi və bir Zabibnoy forvard. Vuran ayaq. Mən Neftçalanı qurdum, yaratdım. Deməli, Bədəlbəyli cavan uşaq, Moyukdan götürdüm hücumçu kimi. Göydən yağan yağış kimi qol epizodu var. Adam cavan uşaq təcrübə vura bilir. Neynim, nə halim qardaş? Oturmuşam, birdən xəbər tutdum ki, bu iman o oğrusu kimi gücünü oğurlayıb gətirir. Zəng elədim, İman, atan yaxşı, anan yaxşı, buradan salamlayıram, çox gözəl qardaşdır, sağ olsun. Yəni, futbola xidmət edən insanlardandır. Dedim, İman, qadan alaram, o gücünü Bakıya gətir. Dedi, Kamal, başqasına söz vermişəm. Dedim, İman, sən Kamal Quliyevi qoyub, o futbolçunu başqasına aparatsan, dedi.
bir dənə Bakıdan gör, səndən gör futbolçunu kim istəyir? Kim istəyir? Bəli. Sağ olsun sözümü yerə sal. Həqiqətən də başqa bir kluba gətirirdi və sözümü yerə salmadı. O futbolçunu gətirdi, Canalidzəni, hücumçunu, yadınıza gəlir. Premier Liqamızda da oynamışdı o bizdə Canalidze. Bəli, Canalidze. Canalidze Hatırladım, gəldi. bəli, bəli. İnan Allah elə bir ki daş üstünə oturdu. Momentlər artıq bu təcrübə, yəni səviyyə, ustalıq səviyyəsi başladı bir vurmağa. Mexanizm başladı işə düşməyə. Əlbəttə ki, bir komandanın uğuru üçün, bax, bu günləri deyirik, danışırıq, bax, bu yaradılan o ab-hava, baş məşqçinin futbolçularla münasibəti, baş məşqçinin rəhbərliyi ilə, futbolçuların baş məşqçi ilə, futbolçuların rəhbərliyi ilə. Bilirsiniz, elə var ki, bax, mən nəyi sevmirəm üçün, bizdə elə baş məşqçilər var ki, mən onların bir neçəsi ilə də işləmişəm. Öz futbolçu yoldaşım olub, həmkarım olub da. Bilirsiniz, adam deyir ki, qərar verir baş məşqçi mənə budur da, yəni qərarım budur. Yəni pisdir, yaxşıdır, budur da. Düzdür, səhvdir, budur, mən Budur, verirəm. bəli, bəli. Amma yəni o deyir məsləhətli don geniş olar da, yəni. Bəli, bəli. Yəni mən şəxsən bir qərar qəbul edincən, qərarı verənə qədər vallah deyirəm administratordan da məsləhətləşmişəm. Komandanın şoföründən də soruşmuşam. Olub da, yəni gizlətmirəm. Əlbəttə. Bilirsiniz, o bayaq dedim, məsləhətli don geniş olar. Bəlkə mənim görmədiyim. Bəli, o görür. Bəli, yəni bunlar şərtdir da, yəni. Amma bizdə belə bir şey var ki, yox, mən köməkçi məşqçilərimi, komanda futbolçularıma bilirsiniz necə təqdim edirəm. Deyirəm ki, qardaşlar, bizdə baş məşqçi, köməkçi məşqçi amili yoxdur. Biz işimizin həm quluyuq, həm ağasıyıq. Ağasıyıq, bəli. Mənə necə hörmət eləyəcəksinizsə də, bax, bunlar da o cümlədən. Amma görürsən ki, bilirsiniz, fərqli rastlaşırsınız. Bizdə bəzi baş məşqçilər var ki, Premier Liqamızda yerlilərdən gedir söhbət. Hətta əvəzedici heyətə belə yerli, savadlı baş məşqçi gəlməyin qarşısını alırlar. Şəxsən mənim qarşıma alırlar. Təhlükə hesab edirlər. Bax, biri mən Neftçidə Tərlan Əhmədov dönəmində, Tərlan Əhmədova buradan salamı göndərirəm və illərlə bir otaqda qalmışıq Milli Yığma komandamızın kapitanı. Bizim də qonağımız olub efir vasitəsilə burada, Futbolçu TV-də. Futboluna. Bəli. Və onu Ukraynada mən dəvət eləmişəm, baş məşqçimizə mən göstəriş vermişəm. Yenə deyirəm, Tərlan müəllim Neftçidə baş məşqçi idi. Mən əvəzedici heyətə baş məşqçi gəlirdim. Mənim şəxsən qarşıma aldılar. Tərlan Əhmədov aldı. Bilmirəm, indi deyəcəm hamısında. Mənə Tərlan mənimlə görüşdü, Əhmədov. Dedi Kəmal, ged komandanı yığ, hazırla. Mən gəldim, başımı salmışam aşağı, işimi görürəm. Orada bizdə akademiyada Nicat var, bilməm, tanıyarsa, çoxdandan işləyir. Nicat mənə gəldi, deyir ki, ay Kəmal müəllim, valla nəsə bu, xoşum gəlmir bu, bura çox məşqçi gəlib gedir, elə bir. Dedim, o nətər söz olur. Yəni, dedim, Allah, bura çox məşqçi gəlib gedir, inan, o deyir, o barmağımı dişləyirəm, nəsə, dedim, valla, Nicat, mənə belə deyilib da, mən də özlüyümdə komanda qururam, futbolçu axtarıram, tapıram da əvəzedici heyət yaratmaq üçün. Sonradan məlum olur ki, həqiqətən də mənə verilən söz qalıb bir qıraqda, Nicatın gördüyü həqiqətən də düz imiş. Bura hər gün elə 2-dən 3-dən məşqçi çağırırlar, danışıqlar gedir. Mən də otaqda komanda qururam, seleksiya yaram. Elə oldu ki, qurban Allaha, bəzi məsələlər var, efirli deyil. İnşallah efirdən sonra danışarıq. Eyvazov var idi, hörmətlə yanaşıram. Çox gözəl insan idi, namaz qılan insan idi. Bizim Neftçidə vitse-prezident işdi, Elnur Eyvazov. Hörmət elədiyim bir insan idi. Çox gözəl qardaş idi və o uçdu, Antalyadan gəldi səhər tezdən. Məni dəvət elədi otağına. Adam
məndən üzr istədi, dedi ki, amma məni bağışlayın da sizin haqqınızda girdik biz. Yəni, bilirsiniz bu nə deməkdir, nəyə gətirirəm sözümü? Biz ümumiyyətlə, bilmirəm, istəmirik ki, bizim yanımızda hansısa bir savadlı mütəxəssis deyək, savadlı bir məşqçi işləsin. Niyə? Əgər bu gün mən özümə güvənirəmsə, bu gün mən özümə inanıramsa, həm futbolçu kimi deyək ki, meydançada, mən rəqabəti ümumiyyətlə həmişə sevən olmuşam. Getdim Ukraynaya, sən demə, orada Kamizuk var, yerli oyunçudur. Mən də onun yerinə gəlmişəm. Mən bədbax oğlu haradan bilim? Bu Kamizukdur, bu nə bilim orangutan. Düzgün orangutan meymunu da sarı rəydə. Qaradır bu sarı. Üçün ayaqlarımı cırıq-cırıq eləyib mənim. Hər məşq pat-pat dalıcanda, yəni vurur da, yalını vurur, ilişir. Mən də sevirəm elə futbolu. Sərt futbolu. Sərt futbol. Biri var, Amma bu sizin artıq sağlamlığa... Joski futbolda. Mən sevirəm Joski. O, mənə vursunlar, mən də vurum. Yəni, sevirəm onu da, elə. Böyle bir ki, mən qorxacam, qaçacam da bunun qabağına. Daha demiş ki, daş qayıya rast gəlir. Bu birin vurur, ikisin buna gəlir. Hər məşq var, sən məşqi saxlayır, bizi aralayır, az qalıb dalaşır. Axırı nə elədim? Biz Vorsklada da baş məşqçi işlədi, bir 3-4-ü Vasili Saçko. Bizim hücumçumuz idi. Mən dedim ki, Kamal, götür o apar restorana, o başa sal. O dedim, mən buna necə başa salım? Yedirirsizdir. Dedim, ancaq bunun yolu budur. Bir gün oyundan sonra, bir gün bu qadını apardım, oyundan sonra, məşqdən sonra otduq, dedim, Kamizuk, qəbullandı, priznasiya dedim, qəbullan ki, mən səndən güclüyəm. Bax, burada ikimizik. Mən səndən 2 baş güclüyəm. Bir başda yox ha, 2 baş güclüyəm. Hər cəhətdə. Ustalıq səviyyədə, adborda, nə bilim, göydə, yerdə, nə bilim də. Harada deyirsən, səndən güclüyəm. Bununla barış bir dəfəlik, gəl qurtaraq da, yəni bu vırhavırı kəsər. Döyə-döyə kəsər. Allah ki, Çapon 40%. Durdu, qucaqladı məni, öpdü. Dedi ki, bundan sonra dedi, biz dostuq. Həqiqətən. Yəni futbolda belə şeylər də olur. Yəni mübarizə, belə deyim, gör hardan hara gəldik. Rəqabət görsünüz, hardan hara fırlandıq, gəldik. İndi bu Neftçinin oyununda o mübarizlik, rəqabət. Bəli, yəni bu şərtdir. Birinci növbədə cavab görüşündə. Ondan sonra daha detallı danışmaq lazım. Bəli, mübarizə mütləqdir. Çünki əgər bu gün belə deyim də 100% hazırlaşmışdınsa bu oyun evdə. Sən artıq 100-ün üstü hazırlaşacaqsan. O deyir, insan deyir, bircə dəfə o daxildə bir güc var da, çereznimağı deyirlər. Yəni, onun hesabına sən bir dənə oyunu, neçə gün məşq eləməsən, bir dənə oyun çıxarda bilərsən. Bir oyun. Bax, indi bizim komandamız Neftçi həmən bir vəziyyətdədir və bu günləri hər bir futbolçunun oynayan, oynamayan futbolçunun o daxilindəki o güc var. Onun hamısı çıxardıb ortalığa qoymalıdır ki, 2 qat əzmdən oyun. bu mərhələni alır. Və mən inanıram, nəsə rahatam elə bir, vallah deyirəm, İnanın Allah, hərdən bilsən necə olur etsin. Baxıram oyuna Neftçində, yəni öz oyuna baxıram. Baxıram ki, mən 2-ci ay elə gəlib qaçsam, hazırlaşsam, yerimdə durub rahat oynayaram. Yerində dayanmam. Duranım, qəşəng, akuratlı, qaçmayayım, adbor eləməyim. Və ikinci oyunu Mahmud Qurbanov. Yəni, yenə deyirəm, vallah, biz şəxsən, mən bir neftçilik kimi, buradan üzümü tuturam yenə də, bu təkrar olmasın, üzümü tuturam ilk azarkeşlərimizə. Çünki bizim güclü azarkeş ordumuz var. O maçda da başında da gördünüz tribunalar. Gözəl bir atmosfer idi. Yəni, bilirsiniz, mən Elçin olub ki,
İtaliya ilə yadınızda yəni milli yığma Bakıdakı komandalarının oyunu. daha sonra Möhtəşəm olub möhtəşəm bizim də oyunlarımız olub ki, orada azarkeşlərimiz böyük olmaz, oyun. sonra Çünki olub, o vaxtı belə deyim də Allah rəhmət eləsin. Rəhmətli Əhməd Ələsgərov dedi ki, bizim futbolumuz heç də Avropa futbolundan geri qalmır. Bizdə nə çatışmır? 12 dənə kamera, azarkeş, bir də meydança. Meydançalarımız nə idi? Top aparırdıq. Beton Bilmirdik ki, üzərində. yerə baxaq, komanda yoldaşımızı axtaraq. Biz nəyə? Koçka top aparırdı, top Çuxurlar çox idi. Sənəmizə dəyirdi. Çuxurlar da çox idi. Yəni o şartlar altında futbol oynamaq mənim üçün qəhrəmanlıq idi. Çünki o şərtlər altında sənin ustalıq səviyyən, sənin texnikan, sənin nə bilim hər bir meydança görmür. Bütün də ümumi o komponentlər olmalı idi ki səndə. Sən bilirsiniz bir tək rəqibə qarşı yox, sən meydançaya qarşı da mübarizə aparırdıq da. Yəni biz bu gün maşallah meydançalarımız xalça kimi da. Yəni düz pas verirsən gedir da. Pası verənə qədər 3 dəfə Koçkaya dəyib qalxıb yerə düşmüş. Bir gün onu deyirəm bir şey, yəni azarkeşlərimiz bizim həmişə oynayan dönəmdə də bizim azarkeşlərimiz olub ki, heç vaxt bizi tək buraxmayıb. Biz bir ara oldu, 6 ay komandada pul olmadı. Sizin xatırlayırsınızsa, məşqçi olduğunuz dövrdə Neftçidə bir dönəm oldu. Hansı kluba məğlub oldunuz? Çox radikal qərarlar. Albaniya klubuna. Albaniya, onlar radikal qərarlar qəbul edildi. Ondan sonra Avropa Liqasına İkinci düşdük. çempionluğumuzda. Bəli. Avroliqadan sonra. Çempionlar Liqasında mübarizəni dayandırdınız. Avroliqada oynadınız. Liqasında mübarizəni biz harda dayandırdıq? İsraildə. Onu deyirəm. Bəli, İsraildə. Bəli. Oyundan sonra çox ciddi radikal qərarlar qəbul edildi. Bəzi oyuncular 5 oyunçunu göndərdi. hətta belə deyim də komandanın belə deyək o dönəmdə bəzilərinin onurğa sütunu deyilən oyuncular var idi ki, 5 dənə əsas heyətin oyunçusunu kənarlaşdırdı. Ondan sonra hələ o vəziyyətdə siz Avropa Liqasında tarix baxın, ilk bu dəfə qrupa düşmədiniz. Görürsüz, bax o oyun bilirsiniz, oyun 2012-ci il idi. 2012 oldu. Bilirsiniz necə? Neftçi oyunu 4-0 düzəlməzdi. Bəli. O oyunu Neftçi. Ona görə də deyirəm ki, mən Neftçi Dinamo Minskə 2-4 uduza bilməz. Razıyam. Yəni baxın, bilirsiniz niyə görə? Yəni sağlam mübarizə heç bir problemi yoxdur da. Yəni oyun sənə deyir axı epizodlar, rəqibin oyunu sənin tanıdığın oyunçusunu axı orada görə bilmirsən o səviyyədə və oyundan sonra biz oturduq dəfələrlə oyunu izlədik Bakıya qədər. Qərarı aeroportdan düşən kimi verdik. Təyyarədə vermişdiniz. Təyyarədə, bəli də aeroportdan düşən kimi Artıq qərar qəbul. O qara xəbəri mənə dedilər, sən ver dedim. Mən vallahi həmişə şad xəbər verən olmuşam. Zarafat edirəm. Aeroportdan düşən kimi artıq o futbolçulara məlumat verildi ki, siz azadsınız, komandadan xaric oldunuz. Yəni faktla oyunla, epizodla Və sonrakı periodda onu göstərdi ki, sonrakı qərar. Bəli, sonrakı period Zamanında kəsilməlidir. Zamanında kəsib atmalısan. Baxmalı deyilsən, yayılacaq çünki. O qurdu zamanında kəsməlisən, vurmalısan qarşısın ki, digərlərini. İndi bu Neftçi ilə bağlı danışdıq, Samir. Sən də suallar varsa ünvanlaya bilərsən müəllimə. Yəni Samirdən çünki bilirəm ki, siz danışdıqlarınız içərisində suallı məqamlar da var. İndi o da o sualı təqdim edə bilərsən. Biz Qarabağa keçək. Hə Samir? Bəli, keçək Qarabağa. Qarabağla bağlı sən bir dəyərləndirmə, sonra Kamal müəllim daha detallı. Qarabağ ilk oyunda CSKA Sofiyanın 0-0 bərabər 0-0 nəticəsində oyun başa çatdı. Amma mən fikirləşirəm ki, 0-0lıq oyun olmadı. Yəni Qarabağ əslində qələbə qazanmalı idi. Yəni səviyyəsinə görə də CSKA-dan üstündür. Hamımız bunu gördük, bəli. Amma sistemdə biraz belə rəqibin daha kompakt müdafiə olunmağı var idi, hə? Bəli, var idi, amma mən fikirləşirəm ki, yəni CSKA Sofiyanı udmalı idi. Çünki məsəl üçün onun yerinə Ludogorets olsaydı, məsələn son illər ki, o Bolqarıstan Çempionlar Liqasında uğurla təmsil edir, hə, yüksələn klubudur. Amma CSKA ilə belə 0-0 oynamağı biraz bizə belə yaxşı belə təsir eləmədi. Hə, biraz hisslərimiz belə
özünü biruzə Bizi nə, verdi. bərdiş Amma inşallah eləmişik, məncə üzr istəyirəm, bərdiş eləmişik, Qarabağ qalib Qarabağın gəlməlidir. qalibiyyətinə. mən həmişə qalib Buna gəlməyinə. artıq biz barışa bilmirik. həzm Yəni edə biraz daha bilmirik. nüfuzlu klubla belə oynasaydı adama biraz çox Amma belə- baxın da Qabıq dəyişdirir Qarabağ. dönüb bilirsiniz keçmişə baxanda isə dönüb keçmişə baxırdıq. Biz elə ilk oyundan da mübarizəni yadımıza gəlir. Əvvəllər hə. İndi amma Deyir deyirik ki, ki, heç yox. olmasa bir mərhələ Hə, keçir. keçir. Bir Mərhələ də keçməyə bir oyunu da. Bir oyunda, hə də bir oyunu da həqiqətən bu gün düzgün vurğuladınız Elçin qardaş da o qabıq dəyişmə söhbəti. Əlbəttə bu gün heyətdə Dəyişir. yeni futbolçular var. Çoxdur. Rotasiyalar Bəli, var. onların da yeni həyata uyğunlaşması vaxt aparır. Bilir o söz var ha. İnan Allah Samir qardaş. Mən o sözü eşidəndə mən həqiqətən də bilirsiniz özümdən çıxıram. O uyğunlaşmaq demək mənə o çatmır da. Yəni bilirsiniz niyə qardaş? Futbolun bir dili var. Bunu mən hər yerdə deyirəm. Futbolun ikinci bir dili yoxdur qardaşım ki, bunu deyənlər bunu oynayasan. Bilirsiniz nəyə görə? Onda Çünki mən uğursuz futbol- nəticələrini üstünə örtmək üçün futbol deyirlər. həyatım, O var ha, o uyğunlaşmaq sadəcə menecer və legioner onların özlərinin futbolçularının onların öz bəhanələri və özlərini sığorta Sığortalamaq. eləmələridir mənim qardaşım. Bunu mən sizə yaşamış bir adam kimi, karyeramda görmüş, yaşamış adam kimi sizə deyirəm. Futbolçu və Baxın, məşqçi kimi. Qarabağ Mingəçevirdən o vaxtı gəlir Sumqayıda məskunlaşmağa. Elbrus müəllim də baş məşqçidir. Əbrus Abbasov. Elbrus Abbas. Allah rəhmət eləsin. Allah qəni-qəni rəhmət eləsin və Allah Adil Nadirova da qəni-qəni Rəhmət Bu gün eləsin. Adil Qarabağın müəllim. uğurlarının, bu gün yəni Qarabağın Adının yaşaması. yaşamağı o kişiyə məxsusdur. Bəli, Kişi, çünki mən bunları gözümün qabağında olub da yəni. Bəli. Adamın haqqını yemək olmaz. Adam qapı-qapı dilənib komandanı saxlayır. Özünün elə deyək ev əşyasını satıb komandasını saxlayıb yeri gələndə də yəni. Nəysə, Elbrus Abbasov rəhmətli indi olmasın məni dəvət edir komandaya və mən gəlirəm Aha. Qarabağa. Məni qoyma. Biz o vaxt Xəzər Sumqayıtla düşdük birinci dəstəyə. Aha, başa O vaxt Allah rəhmət eləsin Sabir Əliyevi istəmədilər. Aha. O vaxtı. O da çıxmırdı çünki komandanın klubun pesatı zadı bunda. Belə deyək, ancaq necə hakimlərlə bizi hətta Xəqani Məmmədovla Əlbeyxə Daviyə də qaldı oyunların birində Sabir müəllim. Ondan sonra artıq bizi endirdilər birinci dəstəyə. Ondan sonra komandadan xaric olundu. Bəs sizin Qarabağa gəliş. Qarabağa. Təklif Mən olundu. də 6 ay müqaviləm qalıb. Nəsə dəvət elədilər Qarabağa. Mən danışıram bunu sizə 94-95-ci ildən. Onda $1500 bir otaqlı ev alardın Sumqayıt şəhərindən. Nəysə $1500 təklif. təklif. Mən həyatımda $1500 pul görməmişəm. Bir arada görməmisiniz. Həmin vaxt. Və mənim ilk belə deyim, amma ona qədər Sumqayıtda oynayıram, Xəzər Sumqayıtda ikinci yer tutmuşuq Azərbaycan çempionatında, Qarabağla finalda. Amma pullar o pul deyil idi də. Pullar bəli, bir yəni premiya, maaş almışıq da, yəni bizdə o vaxtda yəni zavodlar baxır, yəni bizə problem olurdu. Biz pul fikirləşmirdik. Ancaq futbol oynayırdıq, məşqə gəlirdik. Allah rəhmət eləsin, Şəmsi müəllim vardı, administrator. Dayanırdı qapının ağzında, qalx ikinci mərtəbə. Qalx ikinci mərtəbə. İnanırsınız ki, biz pul fikirləşmirdik da. Hələ 3 il biz patriotluq elədik. 3 il mənim taylarım, mənim yaşıdlarım hər il müqavilə bağlayıb pul alırdı. Amma mən və mənim kimi bəzi futbolçular həmən şəhərin adına görə, Sumqayıtın adına görə patriotluq eləyib 3 il pulsuz futbol oynamışıq orada. Mən demirəm amma itirmişəm. Mən əksinə qazanmışam. Bəli. O pulu qoyuram qırağa. Mən futbol baxımından mən qazandım. Futbol baxımından. Mən kimlərin arasında futbol oynadım. Baxın, mən komandaya düşəndə komandanın Vaqif Sadıxov, Yaşar Vahabov, bunlarla oynadım. Rəhmətli Allah verdi, Aliko deyil, Allah verdi, Səfərov, Mehman Yunusov, Nazim Əliyev, sonra Azad Mütəllimov, Elxan Həsənov, kimlər də yox idi. Yəni o Azərbaycanın karifeyləri hamısı oradaydı. Yəni mən də cavan uşaq
düşmüşəm. Mən onların içində bilirsiniz o deyir Messi kimin yanında futbol oynadı, Ronaldinho. Messi onlardan götürdü. Mən indi qınayıram, siz qınamıram bu indiki uşaqları. Ərdən qınayıram. Deyirəm amma bunların başı yoxdur da, həqiqətən də. Yəni o sonra deyirəm ki, bu uşaqlar kimə baxıb futbol oynasın. Mən baxırdım Vaqif Sadıxovdan bir şey götürdüm. Bəli. Yaşar Vahabzadədən bir şey götürdüm. Nə bilim Yunus'dan bir şey götürdüm. Vidadisindən bir şey götürürdüm. Baxıb götürürdüm. Yanımdakılar mənim akulalar idi. Elə pis çıxmadı. Amma indiki uşaqlar kimə baxsın qardaşım. Bu günləri mənim gözəl qardaşım. Çox şey problemdir, bəli. Bu günləri Aktual Azərbaycanımızı təmsil edən klublarımız əlbəttə ki, onların belə deyək də düzgün strategiyası uğuru o heç başqa razıyam. Hamısının heyətində 9 legioner, 2 yerli futbolçu. Bəli, bəli. Bu inkişaf olan məzəx. Ölkə futbolu adına, yeni milli futbolçuların yetişməsi. Bu komanda adına uğurdur, söhbəti bəli, yox. uğur qazanırsan, Bəli, amma yerli futbolçunun inkişafı baxımından. İnanırsınız ki, o vaxtı bizim dövrdə o qədər keyfiyyətli futbolçular var idi. Futbolçuların sayı hesabı yox idi, inanırsınız. Onda mübarizə var idi. Onda bilirsiniz də, indi milli yığma komandaya üçün düşmək nə var ki? Onda milli yığma komandaya düşməkdən ötürü ildə 2 dənə, 3 dənə təlim məşq planşı keçirdin və test kuperlər verirdin. Sən o test kuperləri verə bilməsəydin, milli yığma komandaya düşmə. Dəvət alanmaz. Dəvət ala, və oyna. Mən bir ara oynayırdım, hələ milli yığma komandanın baş məşqçisi Vaqif Sadıxov idi. Bütün jurnalist salamlayırıq. Mənim üçün o savadlı mütəxəssislərdən, dəyərli insanlardan biridir. Və bütün jurnalist, pressa düşüb Vaqif müəllimin üstünə ki, mənim də yaxşı o Laçın vaxtlarım Kamal niyə milliyə çağırmırsınız? Kamal niyə? Bu da mən elə bir vaxt çağırdı milliyə, Maxaçka Anji ilə yoldaşlıq görüşünə 40 dərəcə temperatur. Gizlətdim bunu. Borislə Universitetdən gizlətdim. Yalandan. Mən ilk dəfə milliyə çağırıblar məni. Mən bu şansı necə buraxa bilərəm? Bravo. Amma 40 dərəcədə temperatur, qatarla buradan ora takka getmişik. Necə getmişəm bilmirəm. Nətər getmişəm. 60-cı dəqiqədə məni oyuna buraxıb. O vaxtda biz 3-5-2 Neftçidə oynayırdıq. İlk dəfə, yəni Vaqif müəllim çox savadlı insandır. Ya, mən deyim, futbolu bilir. Dördlü müdafiəni ilk dəfə Vaqif müəllim Azərbaycanda təbliğ edib oynadı. İstər millidə, istər klubda, klub səviyyəsində və millidə dördlü müdafiə oynayır. Mən də dördlü müdafiə oynamamışam axı. Bir şey oynayasan biləsən, bir şey məşq eləyəsən biləsən. 60-cı dəqiqədə 40 dərəcə temperaturda mənə buraxdı Anji ilə Maxaçkalada sağ cinaha 62-ci dəqiqədə dəyişdi mənə. Yanından keçirəm qabağına. Budur Kamal Quliyev düşüblər üstümə ki, jurnalistlər bunu niyə dəvət eləmirsiniz milliyə? Canım dedim, yaxşı bax mən, baxarıq. Yəni dediyim odur ki, bax da yəni milliyə düşməkdən ötürü mən Nələr eləyir? Mən öz canıma belə deyək də qəsdən. İndi birinin yanından yel keçir, yalandan ayağın tutur ki, yox, mən oynaya bilərəm. Amma qardaşım, bizim bir üzümüz sürüşmə fəndinə görə üzr istəyirəm, yata bilmirdik, o tərəf üstə çönə bilmirdik, qan dayanmırdı, qardaş. Ayağımız, biz bilirsiniz nə vaxt oynamaya bilərdik? Ayağımız, bizim topuğumuz, başımız kimi şişməli idi ki, biz meydançaya çıxmayaq. Yəni o dərəcədə. O dərəcədə. İndi bu Qarabağın oyunu Qarabağa gəldi, Göhardan qardaşım. Qarabağın CSKA ilə. CSKA ilə oynadı. Klub yenilənir, klub rotasiyalar var, yer dəyişmələr var. Klubda müəyyən futbolçular var ki, biz deyək futbolun bir dili var. Onlar deyir ki, siz dediniz ki, uyğunlaşmalı. Mən gəldim Qarabağdan, gör hara. Elbrus rəhmətli mənə dəvət edir. Mən gəlirəm, girirəm komandanın içinə məşq eləyirəm. Mən Qarabağın oyuncularından seçilmirəm. Rəhmətli Elbrus müəllim mənə çağırır ki, Camal, elə bir sənə 10 ildir futbolçularla bir yerdə oynayırsan. Bilirsən, o sizin dediyinizə gətirirəm, uyğunlaşma. Futbolun bir dili var.
pas verib atacaqsan. Sadə oyun. Başqa səndən nə ist? Demirlər ki, pas ver, kulbit elə. Boş demirlər ki onu. Sadə də yəni gördüyünə verib atacaqsan, vaxtında zonuna düşəcəksən, baş məşqçindən vaxtında getdin Düz sıra budur da. prostreliyədin, cərmə vurdun qapıya, zərbə vurdun, müdafiə vaxtı bu eləyirsən, hücumda bu eləyirsən. Vəsə başqa nə lazımdır axı burada? Mən uyğunlaşam, havaya uyğunlaşmalı, oyunçuya uyğunlaşmalı. Bunlar hamısı boş söhbətdir. Bunu mən gedirəm Qarabağa onu deyirəm. Həmin o. Qardaş, Qarabağın oyunçularından seçilmirəm. Gəlirəm belə deyək Neftçiyə dəvət alınan 96-cı ildə Neftçinin oyunçuları. Qarabağda necə oldu bəs? Qarabağda mən birinci liqada bizim yeni komandamızın professor, akademik məşqçiləri, o vaxtçıları, Allah rəhmət eləsin, rəhmətli Telman müəllim bu yaxında dünyasını dəyişdi. Allah rəhmət eləsin. Telman Salahov. Bəli, bildim. O baş məşqçi idi. Əsas o deyildi. Əzzağı var idi bizdə, klub direktoru idi, naçalnik komanda idi. O şeylədi və mənə $1500 əvvəlcədən pul vermişdi. Qarabağ Adil Nadirov. Və bu mənim keçidim alınmayanda Adil Nadirov gəldi ki, mən də ev almaq istəyirəm, evsiz idim onda. Kemal, pulu nə eləmsən? Olan şey danışmırsan. Qayıtdım ki, Nadir mən bizdə əmanətə xəyanət yoxdur. Qayıtdı ki, Kemal, pul sən deyil, mənə gətirə bilərsən, mənim gözüm üstə. Getdim evdən, necə vermişdim $1500. Eləcə də gətirdim. 190 Mercedesi var idi maşının içində. Qayıtdı Kemal, yeganə futbolçusan ki, sənə verilən pul geri qayıdır. Azərbaycanda elə futbolçu yoxdur ki, bu pulu verərdin, bu pul geri qayıdardı. Yəni bu pulu dəyəcəkdi, xərcləmişəm. Nə deyəcəksən? Ehtiyacım var idi, xərclədim. Durub mən dalaşasın. Çıxartdı 5 dənə yüzlük o pulun üstündən. $500. Dedi, halal olsun sən. Alam sən halal xoşun. Xərcləyərsən bunu. Elə şeylər var. Alınmadı filan. Bəlkə də tam fərqli bir əlbəttə tam fərqli bir evimin içi idi özdə. O vaxtda Qarabağ tamam başqa bir futbol oynayırdı. Yəni onların da heyətində keyfiyyətli futbolçular, yerli futbolçular, ağdamlı futbolçular var idi. Yenə deyirəm, indi uyğunlaşma baxımından. Məsələn, Çelska ilə səfər maçı. Səfər maçı düzdür, ağır keçəcək, razıyam. Ağır keçəcək. Amma mən dəfələrlə bunu izləmişəm ki, Qarabağ inanın səfərdə evdən daha güclü, daha belə deyək də, yüksək səviyyədə özlərini yaxşı tərəfdən göstərir. Mən inanıram, Qarabağın da keçməyinə inanıram. Yəni Qarabağ keçməsə belə, bu gün bunu problem eləməyək. Çünki Qarabağ son 12 ildir, 13 ildir. Adamlar haqlarına girməyək. Bəziləri sırazi reaksiya verirlər baş qurbandan və yaxud Kamal. Yəni bu gün qardaşım, bu mənim Qarabağ hansısa səviyyəyə çatdırıb da, yəni o... Bəli, qurbanın heykəlini qoymaq lazımdır mənim qardaşım. Bu gün illərdir Azərbaycan... Qurban Qurbanovun deyirsə heykəli. Bəli, mənim üçün Qurban Qurbanovun Azərbaycan Respublikasında Qurban Qurbanovun heykəlini qoymaq lazımdır. İdman Nazirliyinin qabağına, nə bilim, hansısa bir stadiona, hansısa bir harasında, yəni futbol adına adam bu illər ərzində Azərbaycanı belə deyək də bir futbol ölkəsi kimi tanıdıb. Yoxsa biz hansı... Təsəvvür müəllim, 200 minə oyuncu transfer edilir. Bəli. Və bir mövsüm sonra onu 12 milyona satırsan. Bəli. Və yaxud da Portuqaliya 2-ci liqasından özə gələn klubumuz, seleksiya şey. Hansı bir klubumuz indiyənə qədər xərclədiyi büdcənin 2 qatın, 3 qatın transferlə çıxardır. Yəni transfer demirəm, oyunu ilə etapları keçdiyi, Çempionlar Liqası, UEFA, bunlar hamısı puldur. Çempionlar Liqasında çox yaxşı qələbə qazandıqca puldur. Əlbəttə, bu gün artıq demək olar ki, Qarabağ özünü maliyyələşdi. Qarabağın heç azərbaycana ehtiyacı yoxdur. Bəli, bu günləri. Tahir Gözəl də bu barədə yəni bu mənim şəxsi fikrimdir. Əlbəttə ki, yəni ehtiyac var. Daha da möhkəm, daha da belə mübariz kollektiv, daha da əzəmətli komanda yaratmaq üçün. Bilirsiniz, futbolçular da kateqoriyalara bölünür da. Var səni belə deyək də eləmələrdə təmsil edən futbolçular.
eləmələrdən səni çıxardan. Təsdifatdan çıxar. Bir də var əsas. Var qrupa salan futbol, var qrupdan çıxardan. Bunlar da kateqoriyalardır. Yəni Bəli. biz də istəyirik ki, əlbəttə bunun ardı gəlsin ki, artıq qrup deyildi, artıq Liqa mərhələsi. bəli, qrupdan çıxmaq üçün fikirləşək. Bu bir klubun uğurudur. O ki qaldı Azərbaycan futbolunun uğuru. Azərbaycan futbolunun uğuru isə 1-2 saatda belə bir iki gün. Bizim U15 komandamızdan A milli komandamıza qədər Oradan başlayır. olan milli komandalarımızın uğuru Azərbaycan futbolunun uğurudur. Bunlar bir klubun düzgün strategiyası, bir klubun düzgün idarəçiliyinin bəhrəsidir. Bəli. Bu klubun uğuru. Mən bəs istərdim elə Zirə klubu ilə bağlı danışaq. Zirə klubunun Estoniyada 0-1 hesabı ilə uduzdu. Samir, nə deyirsən bu maçla bağlı? Bəs evdəki oyunla revanşı necə olacaq? Maçı yəqin ki izlədin. Bəli, Zirə hamımızı belə məyus elədi, mən belə deyərdim. Çünki hamımız fikirləşirdik ki, yəni bu cür heyətlə, bu cür yəni məsəl üçün Payda ilə Zirəni müqayisə eləyəcək dərəcədə deyildi. Yəni Əlbəttə. bu hamımız belə fikirləşirdik. Mən hətta fikirləşirdim ki, yenə də bir ən azı 2-3 top vuracaq səfərdə. Yəni qələbə qazanacaq, amma gəldi 1-0 məğlub oldu. Yəni futboldur bu, hər şey olur. Amma açıq-aşkar yəni Zirə həm səviyyəsinə, həm futbolçuların səviyyəsinə, həm ümumiyyətlə klubun son illər göstərdiyi oyuna, həm infrastruktur, bütün bunları götürəndə, yəni o Eston komandasından çox üstündür. İnşallah məncə Bakıdakı oyunda böyük hesablı qələbə ilə bütün o 1-0 hesablı məğlubiyyəti də bizə unutdurar. Elə düşünürsən? Bəli, mən fikirləşirəm belə yenə də belə çox iddialı çıxmasın. Yenə quru hesablı qələbə gözləyirəm, böyük hesablı. İnşallah 3-0, 4-0 belə. Ki, yəni o 1-0-ı unutdursun bizə. Tamam, siz İnşallah, həqiqətən də mən də təəccübləndim. Mən oyuna əslində baxdım, oyuna. Mən sizə deyim, buradan belə deyim də, Zirə geçsin, bax, bir Qapçı Amilini dedim Neftçidə. Siz inanırsınız, qola qədər Zirənin qapısı, maşallah, Azərbaycanlı Aydın Bayramov. qola qədər 3 dənə real, hələ qola qədər o axırdakı epizodları deyirəm, ona qədər axırdakı o qola qədər ardıcıl 2 Uqlavoy, Aydın Bayramov çox önəmli qapıçılardan biridir. Bir performans deyək də sərgilədi. Buradan həqiqətən də onun adına sevinirəm. Yəni bizimkidir. Bəli, Aydın Bayramov. O ki qaldı oyunla bağlı, yəni oyunla bağlı mən sizə deyim, Zirədə də müdafiə xəttində çox boşluq var. Yəni normal bir komanda, topla oynaya biləcək bir komanda rahat şəkildə, çünki bu oyun bizə dedi. Çünki mən baxdım ki, çox asanlıqla bilirsiniz, əgər sən bu cinahda oynayırsansa, sənin cinahında oynayan oyuncuya yaxın oynayacaqsan. Sən necə istəyirsən ki, bu belə deyək, cütlükdən qalib çıxasan. Yaxın oynamalısan ki, top almalısan. Yaxın oynamalısan ki, rəqibi irəliləyib, qarşısına keçib, oyunu oxuyursan da, istəyirsən ki, Elçin ötürməni verəcək burada, sənin cinahva. Sən belə deyək də, oxuyursan oyunu, bu oyuncudan əvvəl götürüb topu artıq hücumu qurursan. Bizən bu günləri Zirədə, bilirsiniz, hər bir xəttdə deyərdim. Əsas da mən müdafiə xəttində gördüm ki, boşluq problem, siz oyuncuya çox aralı dayanırlar. Bu problemlər bizdə bilirsiniz olurdu əvvəllər ki, cərmə meydançasının içində rəqibin bir oyuncusu olurdu. Bizim 4 dənə oyuncumuz rəqibin bir oyuncusuna yaxın oynaya bilmirdi. O rəqibin oyuncusu, belə deyək də, o 4 oyuncumuzun içindən belə deyək, rahat, asan şəkildə qol vururdu qapımıza. Bu günləri yenə də deyirəm, həmin komanda Zirə üçün belə deyək də, əlçatmaz komanda, keçilməz komanda deyil. Zirə oynasa, yəni belə deyək, öz oyunun ortaya qoysa, rahat şəkildə o komanda uda bilər. Mən sizə deyim, mən Zirənin Dinamo Kutaisi ilə Sumqayıtdakı oyununa baxdım. Belə deyək də, düzdür, biraz ikinci time komanda, rəqib komanda, mən ikinci time əvvəlində gəldim, küləyə qarşı oynayırdı, biraz çətinliyi idi, ora-bura. Amma yenə də ona baxmayaraq,
Zirənin də heyətində keyfiyyətli futbolçular var. Oyunun taleyini dəyişə biləcək individual şəkildə də, yəni ustalıq səviyyəsi olan. Bu elə mən çox belə deyim də, çoxları bəlkə o Volkovu bəyənmirlər. Yox, mənə xoşuma gəlir o. Adam bilirsiniz təcrübəli oyunçudur və təcrübəsinin hesabına və yaradılan qol imkanlarının ikisindən birini buraxacaq. Var. Yəni mən şəxsən bir baş məşqçi kimi mən ona üstünlük verərdim. Çünki adam həqiqətən də yəni o mübarizə də aparır. Yəni vuruşur, yəni belə deyim də adam dayanmır. O vaxtı sözün birini qoyub birinə keçirəm. Samir Əliyev Oqtay Dərəloğlu'nu Lənkərandan çıxartdı. Samir Əliyev komandanın kapitanı idi. İclasda durdu qayıt dedi ki, mübariz müəllimə. Oqtay Dərəloğlu qaçmır. Qaçmır, ha. Ağır qaçmır. Amma Oqtay Dərəloğlu Azərbaycan çempionatının bombardiri oldu dərsində, səhv eləmirəm. Bəli, çox vurdu. Adam qaçmırdı, gol vurdu. Samir saatən ötdü ki, mən qaçan meydançada qaçacam, mən onun yerinə hambal deyiləm qaçam. O da qaçmalı. Yəni, yenə deyirəm, bu günləri mən də inanıram ki, Zirə evdə məcburdur bu oyunu, bu komandanı udmağa. Çünki hər bir cəhətdən fərqli sayıldı, bu gün sənin maliyyə dəstəyin, sənin büdcən buna imkan verir. Sən oynatdığın meydançada legioner aldığın legionerlər buna imkan verir ki, sən bu komandanı məcbursan keçməyə. Çünki bu komanda yenə də keçilməz deyil. Bu komanda rahat keçiləsi bir komandadır. Sadəcə olaraq, yəni o axırda o qol buraxmaqları, yəni mən də təəssüflənirəm. Çünki artıq qola qədər siqnal 2 dənə, 3 dənə siqnal oldu. Qapıcı taş elədi, çıxartdı. Qapıcı öz məharətini göstərdi. Onlar siqnal idi ki, yəni yetişir də, yəni ehtiyatlı olun. Yəni əlbəttə həm ilk dəfə bunu deyim ki, yəni bir oyunun başlanğıcı, bunu həmişə baş məşqçilər komandaya, futbolçulara meydançaya çıxanda deyirlər ki, uşaqlar ilk 15 dəqiqəni çox diqqətli oluruq da, yəni ola bilər ki, biz səfərdə oynuyoruzsa, məsələn, rəqib komanda ilk dəqiqələrdən şturm eləsin də, atlarqa, ay sağ ol. Yəni diqqətli oluruq. Sadəcə ilk 15 dəqiqəni qol buraxmadın, dözdün, durdun, həmin rəqibin tempinə, həmin rəqibin belə deyək oyununa artıq rəqib də bir balaca. O da insandadır. Yəni daim belə deyək sürətdə işləyə bilməz axı. Bu ürək dayanar. Bu ürək vastamit olmalı, bərpa olmalı. Onaca sakitləşəcəklər. Bir də oyunun axırı deyirdi ki, çox diqqətli oluruq ki, bir də oyunun sonunda ola bilər ki, rəqib istədiyinə çatmayanda artıq son belə deyək də yola əl atır, komanda şəklində artıq belə deyək yüklənir və burada çox diqqətli olmalı və bircə dənə düzgün ötürmə, belə deyək əks hücumda oyunun taleyini həll edə bilər. Biz də uğurlar arzu edirik. Kamal müəllimdən təşəkkürümüzü bildirirsə, yəni həqiqətən sizlə biz müzakirə apararkən mövzudan mövzular çıxır. Siz ekskursiya edirsiniz, tarixi ekskursiya edirsiniz və sizin orada belə deyək, həmin dövrdə yaşadığınız hadisələri zəngin bir futbol təcrübəm, zəngin bir futbol mənim həyatım var. Və mən sizə hələ bir şedevr əsər var, onu gələn verilişdə danışacağım sizə. İnşallah. Biz sizi tez-tez görmək istəyirik öz podkastımızda, YouTube layihəmizdə və hətta mən təklif elərdim ki, zəhmət olmasa Futbol Ofisi TV-nin YouTube kanalına abunə olun, izlədiyiniz videoları, canlı yayımları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin və Kamal Quliyevi Futbol Ofisi TV-də, xüsusilə təmsilçilərimizin maç sonu canlı yayımında görmək istəyirsinizsə, abunə sayını ən azından gələn həftəyə qədər 1000-ə çatmasını buradan sizdən xahiş edirik və Kamal müəllim də söz verir ki, hansısa bir oyunun maç sonu canlı yayımda sizin suallarınızı da elə canlı yayımda YouTube-da yazdığınız sualları da cavablandıracaq. Samir, sözüm var. Can sağlığı. Kamal bəy, sizi görməyə xoş oldu. Təcrübələrinizi paylaşdınız. Sağ olun. Sağ olun ki, varsınız.
Çox sağ olun Kamal müəllim. Əziz dostlar, əziz Futbol Ofisi TV izləyiciləri, hər birinizə dərin təşəkkürümüzü bildiririk. İnşallah yeni verilişlərdə, layihələrdə görüşmək ümidi ilə hələlik deyirəm. Sağ olun.